جانده از بهشت خدای عزوجل تا به تبریز نیم فرسنگ است. شهر تبریز از حرارتگر بسوزد عیب نیست، چون که از هر خانه اش 100 آفتاب آید برون. Təbriz belə Mövlananın Kəbəsidir. Şəhriyar çox gözəl yazıb Təbrizin barəsində. Təbriz mənə elə o ədəbiyyat aləminin Təbrizidir. Həmandır ki, mən bilmirəm nə qədər bu düzdür, amma hətmən siz də eşitmisiniz, oxumusunuz ki, Mövlana buyurur ki, mənim qəbrimdə Təbrizin torpağını döşəyin və mənim cənazəmi qoyun onun üstünə. Təbriz mənə eyb elə ərziş. Arzı göz qalmışıdım, öz ata yurdum, vətənə yandığımdı verirdim ki, ata yurdumda mənə. Heyvanat qıssasıdır dünya, kəlilə dəmənə, ta kim axırda biraz qavzanıb insan olacaq. Azı insan da olursa, çoxu heyvan qazanır.